Quba xanlığı Telegram kanalı Dərbəndin Dəmir Leydisi Tuti Bikədən danışır. Fətəli xan Gavduşan döyüşündə məğlub olduqdan sonra xanlığın ərazisinin böyük hissəsini müvəqqəti olaraq itirdi. Əmir Həmzə ərinin yoxluğunda Tuti Bikənin idarə etdiyi Dərbəndi hiləgərliklə ələ keçirməyə cəhd etdi. Həmzə şəhərə yaxınlaşıb bacısına xəbər verdi ki, Fətəli xan döyüşdə həlak olub və onun cənazəsini Dərbəndə gətirib. Lakin Tuti Bikə qardaşının planlarını pozdu, şəhər divarlarına çıxdı və qoşunlarına vuruşmağı və atəş açmağı əmr etdi. Qala divarlarından döyüşə Tuti Bikə özü rəhbərlik edirdi. Bir müddət sonra Əmir Həmzəni geri çəkilməyə məcbur etdi. Dərbəndin tarixinin tədqiqatçısı Kozubski və Hacınski yazırdı. Fətəli xanın mərd arvadı Tuti Bikə kişi möhkəmliyi ilə şəhəri qardaşına qarşı müdafiə etdi. O, qalanın üzərində sanki bir aslan kimi idi. Hər şeyə rəhbərlik edir və əmirləri özü verirdi. Bakıxanov yazır ki, qardaşının hiləgər təklifini nifrətlə rədd etdi və kişi paltarı geyinərək şəhərin divarlarında hər yerdə peyda olurdu. Onun qorxmazlığı Dərbənd müdafiəçilərini və sakinlərini ruhlandırırdı. Berezin qeyd edirdi ki, Tuti Bikə şəhəri, Dərbəndi əri üçün xilas etdi. O, dilbər, ağıllı və cəsur hökmdar idi. O, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. Dərbəndin müdafiəsini təsvir edən bizə məlum olan bütün müəlliflər yekdilliklə vəzifəyə sədaqəti, qardaşına qarşı ailə hisslərindən üstün olan Tuti Bikənin igidliyindən, məsuliyyətindən, şücaətindən, liderlik məharətindən bəhs edirlər. Tuti Bikə 1786-cı ildə vəfat etmiş və Dərbəndin Qırxlar qəbristanlığında 8 güşəli məqbərədə dəfn olunmuşdur.